Salam dəyərli dostlar, dəyərli izləyicilər. Bugün sizi Masazır qəsəbəsində, Masazırda Şok Marketin arxasında Daş Qum bazarına yaxın belə bir mərtəbəli, 3 otaqlı, hazır yaşayış olan həyət evi çəkib təqdim edirəm. Dəyərli izləyicilər, dəyərli dostlar. Gördüyünüz kimi evin pitiminutkası, kombisi ayrı-ayrı qoşulub. Ehtiyat su çəni, 2 tonluq su çəni var. Gidrafonuna qədər qoyulub. Həyətin trapı, evin kupçası, torpağın kupçası hamısı qaydasındadır. Dəyərli dostlar, dəyərli izləyicilər, evimiz Masazır qəsəbəsində yerləşir. Qazı, suyu, işığı, kanalizasiyası, bütün kommunal xidmətləri tam qaydasındadır. Hündür zirzəmisi var gördüyünüz kimi. Artıq əşyalar yığmağa hündür zirzəmisi var. Həyətinə maşın daxil ola bilər. Belə bir geniş həyət yanı sahəsi var. Dəyərli izləyicilər, evi qalxaq içi ilə otaqları ilə mən sizi yaxından tanış edeyim və qiymət barəsində sizə məlumat verim. Dəyərli dostlar, dəyərli izləyicilər, evimizin otaq bölgüsü koridor vasitəsilə aparılmışdı. Yeri poldu. Təmir çox səliqəli təmir olunub və evdə yaşayış olsa da təmir gözəl saxlanılıb. Dəyərli dostlar, dəyərli izləyicilər, mətbəx mebeli yığılıb gördüyünüz kimi. Çox gözəl akril boyadan mətbəx mebeli yığılıb. Bura soyuducunun yeridir. Sadəcə o soyuducu böyük olduğuna görə bura yerləşməyib. Soyuducudur, paltaryanı bunlar götürüləcək. Mətbəx mebeli isə qalacaq. Yəni bu buradan götürülsə burada biraz yer asılacaq. Kombi sistem çəkilib hazır vəziyyətdədir. Otaq bölgüsünə sizə yaxından tanış edeyim. Burada evin böyük yataq otağıdır ki, bu otağın da mebeli gördüyünüz kimi divara yığıldığına görə bu mebel də buradan aparılmayacaq. Mebel qalacaq. Amma televizordur, şəxsi əşyalardır, bunlar götürüləcək. Yataq dəstəyi burada qalacaq dəyərli izləyicilər. Burada digər bir yataq otağıdır. Evimiz 3 otaqdan ibarətdir. Otaqlar genişdir, səliqəlidir və tam təmirlidir. Burada evin sanitar qovşaq hissəsidir ki, tam təchizatdır və genişdir. Dəyərli dostlar, dəyərli izləyicilər, evin qonaq otağını sizə göstərim. Burada evimizin qonaq otaq hissəsidir ki, belə bir səliqəli qonaq otağı var dəyərli izləyicilər. Gördüyünüz kimi buradan sizə göstərim. Pəncərələr həyətinə baxır. Pəncərələrin qarşısı işıqlıdır. Orada TV stend üçün yer yığılıb, televizor məsələsini ora qoyulacaqdır. Dəyərli dostlar, dəyərli izləyicilər, evimizin satış qiyməti 65.000 manat təklif olunur. Real müştərilərə cüzi endirim olunacaq. Çox böyük, fantastik bir endirim olmayacaq. Ev yiyəsi buranı təcili satır. Qiyməti elə qoyub ki, ev satılsın. İstəyə görə bu divandır, bu stoldur, bunlara 800 manat xərc verib. Deyir, istəsələr müəyyən qədər razılaşarıq, bunlar da qala bilər. İstəsəz bunlar qalar, istəməsəz qalmaz. Buyurun kanala abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi unutmayın.